Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina habibi kulubina şefi'i zunubina Ebil Qasim Muhammed. Allah salli ala Muhammed ve ali Muhammed ve ala alihi tayyibina tahirin el ma'sumin el mukarramin. ورب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. قال الله تعالى في محكم كتابه وما أمروا إلا ليعبدوا الله مخلصين له الدين آمنا بالله وصدق الله العلي العظيم. Allah Teala Kur'an-ı Kerim'de Beyyine suresi 5. ayette buyurur: وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللّٰهَ مُخْلِصِينَ لَهُ الدِّينَ. Onlara yalnız emr olunub ki dini Allah'a xalis edərək ixlasla ibadət etsinlər. İxlas nə deməkdir? İxlas insanın məqsədinin, hədəfinin, niyyətinin yad ünsürlərdən tamamilə arınmasıdır. Başqa maraqlardan tamamilə arınmasıdır. Hədəf və məqsədin və niyyətin yalnız Allaha aid olmasıdır. Həzrət Rasulullah sallallahu aleyhi və səlləm ixlasın həqiqətinə işarə edərək belə buyurduğu nəql olunur ki, soruşanda ki Rasulullahdan ki ixlas nədir? Rasulullah buyurdu: "Huve en tequle Rabbiyallah thumma testaqima kema umirt." İxlas Rəbbim Allahdır deyib sonra sənə əmr olunduğu kimi doğru yolda olmaqdır. Allah üçün etməkdir. Resulullah buyurur ardıncan, etdiyin hər hansı bir işə görə Allahdan qeyrisinin səni tərifləməsini istəməməkdir. Yəni xeyir bir iş görmüsən, tərif gözləyirsən. Deyir, insanlardan tərif gözləməməkdir ixlas. Sən bir iş görmüsən, istəyirsən yalnız səni Allah tərifləsin bu işivə görə. Başqa birisindən tərif gözləsək o ixlas deyil. O əməlimiz ixlasdan kənara çıxdı. Həvai nəfsinə ibadət etməyəsən, həvai nəfsini özün üçün ilah seçməyəsən, səni idarə eləyən həvai nəfsin olmasın, yalnız Rəbbinə ibadət edəsən. İbadətində sənə əmr olunduğu kimi müstəqim, doğru yolda, sırat-ül müstəqimdə olasan. Quran-ı Kərimdə ixlas çox vəsf olunub, mədih olunub, təriflənibdir. Quranda bir çox ayələrdə ixlas barəsində qeyd olunubdur. Həmin ayələrdən biri də elə sözümüzü başladığımız bu ayədir. Bəyyinə surəsi 5-ci ayə. İxlas ilahi bir əmrdir. Və ma umiru illə liya'budullaha muxlisinə lehuddin. Onlara əmr olunan budur ki, dini Allaha xalis edərək ibadət etsinlər. Və yaxud da Allah Teala günahkarlardan istisna etdiyi şəxslər barəsində deyir: İlləl-ləzīnə təbu. Yalnız o kəslər ki, tövbə edərlər. Və əsləhu. Tövbədən sonra islah edərlər. Dünən tövbə barədə danışdıq. Tövbə etmək yetərli deyil. Tövbədən sonra islah etmək, düzəltmək lazımdır. Təqsirləri gərək aradan götürəsən, qüsurları gərək aradan götürəsən. Yalnız o kəslər ki, deyir, tövbə edərlər və islah edərlər. Va'təsimu billah. Allaha sığınarlar. Və əxləsu dinəhum lillah. Və dinlərini Allah üçün xalis edərlər. Nisa surəsi 146-cı ayədə də belə buyurulmaqdadır. Əmir əl-Möminin əleyhissalamdan belə bir hədis nəql olunur ki, Həzrət buyurur: "Lə təhtəmmu liqillətil əməl, vəhtəmmu lilqabul." Bir iş görəndə əməlin deyir azlığın az olmasına diqqət etməyin. Əməlin azlığına diqqət eləməyin. Əməlin qəbul olmasına diqqət eləyin. Yəni kəmiyyətə bir o qədər baxmayın. Əməl ola bilər məsələn az olsun. Əsas olan nədir? Əhəmiyyətli olan onun qəbul olmasıdır. Onun keyfiyyətə daha çox diqqət etmək gərəkir. Təqva olmasa əməl qəbul olmaz. Təqva əməlin qəbul olma şərtidir. İxlas əməlin qəbul olma şərtidir. Quran-ı Kərimdə nə buyurur? Buyurur: "İnnəmə yətəqəbbəlullahu minəl muttaqin." Allah yalnız təqvalardan qəbul edir. Bu Habilin qardaşı Qabilə dediyi sözdür. Hər ikisi bilirsiniz də qurban vermişdi. Allah Teala Qabilin qurbanını qəbul etmədi. Habilin qurbanını qəbul etdi. Qabildə qardaşına qarşı həsəd yarandı. Hətta onu öldürmək istədi.
Onda Habil nə dedi? Dedi, İnnəmə yətəqabbəlullah minəl muttaqin. Allah təqvalardan qəbul edir. Əgər bir iş təqva inandısa, o heç vaxt az deyil. Çoxdur, böyükdür, bərəkətlidir. Bir işin həcmi nə qədər böyük olsa da, onun içərisində təqva yoxdursa, onun içərisində səmimiyyət, ixlas yoxdursa, Allah üçün deyilsə, o yenə heçdir, puçdur. Quran-ı Kerimdə bir ayə var, buyurur ki, وَقَدِمْنَ مَا عَمِلُوا فَجَعَلْنَا هَبَأً مَنْثُورًا. Onların etdiyi biz işi neynərik? Havada uçuşan toz halına çevirərik. Heç nə olub gedər o əməllər. Nə qədər kəmiyyəti böyük olsun, Allah üçün olmadısa, o əməl heç bir fayda verməyəcək qiyamət günü. Çünki dinimizdə istənilən əməlin yalnız zahirinə qiymət verilmir. Onun məzmununa, onun arxasına dayanan məqsədə, niyyətə də qiymət verilir. Bəzi hədislərimizdə də nəql olunur ki, İnnallaha la yanzur ilə suvarikum və la ilə əcsamikum. Allah sizin surətlərinizə, sizin cisimlərinizə baxmaz. Sizin qəlblərinizdəki niyyətlərə baxar ki, burada məqsəd nədir? Adam yetimlər evi tikib, məsələn, körpülər tikib, nə bilim, qəsəbələr salıb, neyinib. Bunların hamısı ona görədir ki, desinlər ki, bu xeyriyyətçidir. Bu işləri görüb. Qiyamət günü bu işlərin heç bir faydası yoxdur. Çünki Allah üçün deyildi. Sən ad qazanmaq, şöhrət üçün etmişdin və dünyada da şöhrəti qazandın. İnsanlar səni bu cür tanıdılar. Səni bəhbəhlə adı çəkdilər, qeyd elədilər ki, filan kəs belə xeyriyyətçi olub. Sənin də məqsədin bu idi. Sən bu əməldən məqsədivə çatmısan tay. Qiyamət günü Allahdan heç nə istəməyəcəksən. Çünki sən o kəslərdənsən ki, demirsən ki, Rabbənə ətinə fid-dünya həsənə. Rabbimiz bizə elə bu dünyada ver. Uləykə lə xələqə ləhum. Qiyamət günü onların heç bir nəsibi yoxdur. Sən axirətə bir şey saxlamamısan. Amma ola bilər ki, məsələn, Allah üçün qoca birisini bu yolun bu tərəfindən o tərəfinə keçmirsən. Qiyamət günü Allah üçün etmisənsə, bunun əcr və savabı var. O birisi heçdir, əcr savabı yoxdur. Amma xırda bir işdə, amma sən bunu Allah üçün etdiyin üçün, o iş bərəkətlidir və böyükdür. Peyğəmbər sallallahu aleyhi və səlləmdən belə buyurduğu nəql olunur ki, Tuvbə limən əxləsə lilləhil ibadətə və dua. Xoş o bəndənin halına ki, ibadət və duanı Allah üçün edibdir. Və ləm yəşğul qalbəhu bimə tərə'eyna. Gözləri gördüyü onun qəlbini özünə məşğul eləməyibdir. Qəlbi yenə Allahlandır. Gördüyü bu zahiri gözəlliklər, bu müvəqqəti ləzzətlər onu özünə məşğul eləyə bilməyib, onu aldada bilməyib. Və ləm yənsə zikrallah bimə təsmə'u uzuna. Qulaqlarının eşitdiyi səbəb olmayıb ki, onu Allahın zikrini unutsun. Hər bəzəhli sözün dalınca getməyib. Zahiri gözəl olan, amma arxasında zərərlər dayanan, şeytani məqsədlər dayanan şüarlara uymayıb. Var da bugün məsələn qadın azadlığı adı altında pozğunçuluğa, əxlaqsızlığa dəvət olunur. Əksər qadın hüquqlarını müdafiə edən təşkilatlara gedin baxın. Qadının bir zərrə də hüququnu müdafiə eləməyiblər. Elə qadın hüququnu müdafiə eləyən sizsə, bugün qadınlar bütün şirkətlərə baxın. Bütün şirkətlər reklamlarını qadını istismar edərək öz məhsullarını reklam eləyirlər, özlərini reklam eləyirlər. Hətta bir saqqızın belə reklamında qadından istifadə eləyirlər. Hüquq qoruyansız gedin, qadını niyə istifadə eləyirlər? Yarıçılpaq şəkildə çıxardacaqlar, bir avtomobil, bir saqqız, nə bilim, hansısa bir məhsulu reklam eləyəcəklər. İstismar budur da. Bu da müasir dönəmin istismarıdır da. Yəni, bəzəhli şüarlara aldanmır. Xoş o bəndən halına ki, bu yalancı şüarlara aldanmır. Bilir ki, bunun arxasında nə məqsədlər, nə hilələr duyulur. Allahın zikrini hər zaman yadında da, hər zaman Allahın zikrindədir. O bəzəhli sözlər ona Allahın zikrini unutturmaz. وَلَمْ يَحْزُنْ صَدْرُهُ بِمَا اُعْتِيَ غَيْرُهُ. Başqalarına bəxş olunmuşlara görə də qəlbi hüzünlənməz. Niyə onda var, məndə yoxdur, buna hüzünlənməz. Çünki dünya müvəqqəti dünyadır, bunu anlayır. Biz bura qalmaq üçün, bəqa üçün gəlməmişik. Buradan köçmək üçün gəlmişik. Quran-ı Kərimdə niyyətin önəmi barədə belə bir ayə var. Allah Teala buyurur, Qul kullun ya'malu ala şakiləti. De, hər kəs öz şakiləsinə uyğun olaraq əməl edər. Şakilə ərəb dilində tərcümədə verirlər, niyyətinə uyğun olaraq əməl edər. Söz hərfi mənada şəkkələ, təşkil, şəkil. Biz bilirsiniz də surətə də şəkil deyirik. Bu da yəni ərəb mənşəli sözdür.
Hər kəs öz şakiləsinə, öz batini formasına görə, batini surətinə görə, yəni niyyətinə görə əməl edər. Bütün əməllər bu cürdür. Hər kəsin əməli onun niyyətinə görədir. Savab və cəza da ona görə veriləcəkdir. Ona görə hədislərimizdə nəql olunur, niyyət əməldən xeyirlidir. Hətta bəzi hədislərdə deyir ki, niyyət elə əməlin özüdür. Demək, ixlas budur ki, insanın niyyətində, gördüyü işin niyyətində Allahdan qeyri heç kim olmasın. Allahdan qeyri nəsə olsa, o əməl qarışıq əməldir. Allah qarışıq əməl qəbul eləmir. Allah tam xalis bir əməl istəyir bizdən. Quran-ı Kərimdə Allah Teala buyurur: "Yevme la yenfa'u malun ve la banun illa men atallaha biqalbin salim." Qiyamət günü elə bir gündür ki, nə mal, nə övlad heç nə fayda verməyəcək, sağlam qəlbdən başqa. Həzrət Rasulullah'dan soruşuldu ki, sağlam qəlb dedikdə ya Rasulullah nə nəzərdə tutulur? Allah Resulü sallallahu aleyhi ve sellem dedi: "Dinun bila şəkkin və hava." Sağlam qəlb odur ki, onda din var, amma dində şək şübhə yoxdur. Havay nəfs yoxdur dində. Yəni dinində şübhədə deyil, dininin bütün məsələlərini dərk edib, anlayıb, bəsirətdədir dinində. Və dininə havay nəfsini də qatmayıbdır. Bizim bir çoxumuzun problemi budur ki, biz dinimizə havay nəfsimizi qatırıq. Dinimizi istədiyimiz kimi, öz istədiyimiz, öz kafamıza uyğun olaraq dərk etmək istəyirik. Öz havay nəfsimizə uyğun olaraq istəyirik dinimizi. Din sənə belə deyir, din sənə bunu əmr eləyir. Sən bunu yozub nəfsivə uyğun niyə yönəldirsən? Sağlam qəlb deyir, o qəlbdir ki, onda din var, amma bilə şəkkin və hava. O dinində şək şübhə yoxdur, havay nəfs qatılmayıb. Və əməlun bilə sum'atin və riya. Və sağlam qəlb deyir, o əməldir ki, onda şöhrət və riya yoxdur. O əməl eləyib, məqsədi şöhrət qazanmaq olmayıb. Məqsədi ad qazanmaq olmayıb. İnsanların çoxu şöhrət dalınca gedir. Çoxumuz bu cürükdə. Xoşlayırıq ki, kimlərsə bizi tərifləsin, bizi tanısınlar, hər yerdə hörmətlə yanaşsınlar. Bu insanın nəfsi budur, içi budur. Əmir əl-Mömin əleyhissalam buyurur ki, çalışma çox adam səni tanısın. Biz istəyirik axı çox adam bizi tanısın. Deyir, çox adamın səni tanımasına çox da çalışma girə. Niyə? Deyir, qiyamət günü sənin rüsvayçılığına çox şahid olacaq yoxsa. Cəmaat bizi belə tanıyır. Məsələn, mömin, təqvalı, imanlı, günahsız. Çoxu məni bu cür tanıdı. Qiyamət günü yevmə tubləs sərair. Gizli işinə qalmayacaq, hər şey aşkar olacaq. Onda deyir, sənin rüsvayçılığını çox adam şahid olacaq. Elə az adam tanısa səni yaxşıdır ki, az adamın yanında biabır olasın. Yoxsa sən qiyamətin məhşərində hamı deyəcək ki, biz bunu belə tanıyırdıq. Eyvahlar olsun, bu necə bir adammış ha? Sağlam qəlb demək o qəlbdir ki, şəksiz, şübhəsiz, havay nəfs qatqısı olmayan din, şöhrət və riyadan uzaq olan əməl. Bu ikisi ilə qiyamət günü insan gələcəksə Allahın huzuruna, o fayda verəcək. Çünki Allah buyurur, "La yenfa'u malun və la banun." Nə mal, dövlət, nə də övlad fayda verməyəcək. İllə men atallaha biqalbin salim. Allahın yanına, huzuruna sağlam qəlbdən gələndən başqa. İmam Sadiq əleyhissalamdan soruşdular ki, sağlam qəlb nədir? İmam Sadiq əleyhissalam buyurdu ki, sağlam qəlb o qəlbə deyərlər ki, Allahla liqada, Allahla görüşsə, gəldikdə, onda Allahdan savay heç bir şey olmasın. Sağlam qəlb odur ki, o Allahın hərəmidir. Allahdan başqa heç bir şey yoxdur qəlbdə. Niyə məsələn möminin niyyəti onun əməlindən xeyirlidir? Çünki hədisimizdə də var da, bayaq qeyd etdiyimiz kimi, niyyətul mömin xeyrun min əməlihi. Çünki İmam Sadiq əleyhissalamdan bu arada soruşdular. İmam Sadiq əleyhissalam çox gözəl bir, incə bir təsbit eləyir, incə bir, dəqiq bir izah verir. Deyir, çünki insan deyir, əməl eləyəndə ola bilsin ki, buna riya qatsın, məxluqlar üçün eləsin. Amma niyyət safdır, niyyət xalisdir. Heç kəs ki, bu niyyətdən xəbərdar deyil, bu sırf Allah üçündür. İnsan nə qədər ki, niyyətini sən özündən Allahın arasındasan, heç kəsin bundan xəbəri yoxdur, bu Allah üçündür. Amma əməl eləyəndə mümkündür ki, məxluqun könlünü qazanmaq qəlbindən keçər, niyyətindən keçər, niyyəti qarışdırarsan. Ona görə də Allah üçün olan daha xeyirlidir. İş nə qədər Allah üçün olursa, bir o qədər xeyirlidir. Bir hədisdə Əmir əl-Mömin əleyhissalamdan nəql deyir, bütün insanlar həlak olacaq, bilənlərdən başqa. Bütün bilənlər də həlak olacaq, əməl edənlərdən başqa. Bilmək yetməz, əməl lazımdır. Bütün əməl edənlər də həlak olacaq,
ixlaslardan başqa. Əməl etmək də yetməz. Səmimi olmaq lazım. İxlasla o əməl yerinə yetirilməlidir. Sonra deyir ki, vəl-muxlisinə alə xatarin azim. Vəl-muxlisuna alə xatarin azim. Bütün ixlaslar da böyük bir təhlükə qarşısındadılar. Elə bilmə ki, bir işi ixlasla elədin, bitdi. O əməli axıra kimi gətirib çatdırmaq lazımdır. Ona görə İmam Baqir əleyhissalam buyurur ki, Əl-ibqa aləl-əməl əs'abu minəl-əməl. Əməldə qalmaq əməlin özündən də çətindir. Soruşdular ki, ya Peyğəmbər övladı, bu əməldə qalmaq dedikdə nəyi nəzərdə tutursan? Dedi, insan bir xeyir iş görər, Allah üçün bir iş görər. Gizlində verilən sədəqə savabı yazılar. Sonra gedər bir məclisdə onu xatırlayar. Cəmaatın içində danışar da, deyər ki, mən filan işi mən gördüm. Filan kəsin maddi ehtiyacı vardı, getdim onun ehtiyacını həll elədim. Gizlində yazılan deyir, sədəqənin savabı pozular, aşkarda verilən sədəqənin savabı yazılar. Sonra başqa bir məclisdə də bunu deyir, xatırlasa, aşkarda da yazılan sədəqənin savabı pozular, riya yazılar. İxlasla edilən bir əməl sonunda gəlib riyaya çevrilə bilir. Ona görə əməli qorumaq lazımdır. İxlaslar böyük bir təhlükədədirlər. İxlas əməlin ruhudur, ixlas həyatın ruhudur. İxlas Allahla səmimiyyətdir. Bir dindar əgər əməllərini Allaha ixlasla edə bilmirsə, Allahla səmimiyyət qura bilməyibdir deməkdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, deyir ki, yerin həyatı insandır. İnsan olmasa yer üzərindəki həyatın mənası yoxdur. Çünki yer üzərində yaşayan heyvanlar o gözəllikdən xəbərsizdilər. Onlar instinktlə, Allahın qoyduğu o proqramla yaşayırlar. Bir heyvan digər heyvanın həyatındakı gözəlliklərdən xəbəri yoxdur. Təbiətin, mənzərənin gözəllikdən onların xəbəri yoxdur, onlar yaşayırlar. İnsandır yer üzərinin həyatı, dərk edən, şuurlu varlıq. İnsanın da həyatı onun ruhu inandı. İnsan elə bu bədəndən, biyoloji varlıqdan ibarət deyil. Biyoloji baxımından insan heyvandan bir o qədər də fərqi yoxdur. İnsanı heyvandan fərqləndirən onun ruhudur. İnsanın həqiqi həyatı onun ruhu inandı. Həyatur ruh bil aql. Ruhun həyatı da ağıllandı. Elə hər danışan, gülən insan deyil ki. Ağıl. Ağıl olmasa, görürsən, şəriət də ona xitab etmir. Şəriət hökmlərin götürüb bir neçə adamın üstündən, biri də nədir? Ağlı olmayanlar. Əqli cəhətdən əgər insan əziyyət çəkirsə, ağıl yoxdursa, şəriət ona heç bir vacibatı etməyib, vacibatları onun üzərindən götürübdür. Ona xitab etmir. Çünki insanı hörmətləndirən, şərəfləndirən, şəriətin xitabı məqamına gətirib çıxardan ağıldır. Ruhun həyatı deyir, ağıldır. Ağılın həyatı əməldir. Əməl. Ağıl olur, amma heç nə etməsin, əməl etməsi ağılsız insandır. İmam Sadıqdan soruşdular ki, məl əqil, əqil nədir? Dedi, bimə ubidər rəhmən və qdüsibə bihəl cinən. Ağıl odur ki, o ilə Allaha ibadət olunar və cənnətlər əldə edilər. Ağıl budur ki, sən ehtimal olunacaq zərəri dəf eləyəsən, özündən uzaqlaşdırasan. Ağıl budur ki, 124 min Peyğəmbər gəlib deyiblər ki, ey insan, sən boşu-boşuna yaranmamısan. Cənnət var, cəhənnəm var, axirət var. Etdiyin hər əmələ görə cavab verəsən, kim bir zərrə iş, xeyir iş görsə onu görəcək, kim bir zərrə pis iş görsə onu görəcək. Sən də ağılla dərk edirsən ki, bu varlıq alemi boşu-boşuna yaranmaz. Allah bunu boşu-boşuna yaratmayıb. Bunu bir yaradan var. Bir qismində deisti deyir, hə, yaradana inanıram, Peyğəmbərə inanmıram, qiyamətə inanmıram. Əfəhəsəbdüm ənəmə xələqnəkum əbəsən və ənəkum ileynə lə turcəun. Məgər belə hesab edirsiniz, biz sizi əbəs yerə yaratmışıq, bizə dönməyəsiniz. Allaha dönüş olmasa, qiyamət olmasa, yaradılış əbəs olar. Bu boyda varlığı yaradan, bu boyda nizamı, gözəllikləri yaradan Allah hikmətdən uzaq olmaz, elmdən uzaq olmaz. Bunları ağılla dərk edirsən, amma Allah üçün heç nə etmirsən, qiyaməti üçün heç nə etmirsən. Ki, mən bir gün bəlkə elə bu Peyğəmbərlər doğru deyir. Bəlkə mən qiyamətdə cavab verəcəm bəlkə etdiyi əməllərə. Tanımadığın bir küçü ilə gedirsən, tanımadığın məhlədir, tanımadığın küçədir, qaranlıqdır, dalandır, qarşıya bir uşaq çıxır, heç uşaq da tanımırsan. Sənə deyir ki, əmi, bu küçə ilə getmə, qabaqda it var, yırtıcıdır, adama hücum eləyir. Ya geri qaydasısan, ya əlib bir daşdan zaddan götürəsən ki, bəlkə uşaq düz deyir. Çünki ağıl hökm eləyir ki, ehtimal olunan zərəri özündən dəf eləyib uzaqlaşdırasın. Tanımadığın uşaqdan belə sözünə ehtimal edirsən ki, bəlkə doğru deyir. Bədbəxt, bəlkə bu 124 min Peyğəmbər doğru deyir. Ona görə də ağlın həyatı nədədir? Əməl etməkdədir. Və həyatul əməl bil ixlas.
Əməlin də həyatı nədir? İxlasdır, ruh. İxlas olmasa əməl ölüdür, heç nədir. İxlas olmasa əməl faydasızdır. İxlas necə yaranır insanda? Necə eləyək ki, ixlaslı ola bilək? İxlas səmimiyyətdir. Səmimiyyət heç vaxt süni şəkildə yaranmır. Səmimiyyət təlqinlə, öyrənməklə yaranmır. Məsələn, biz anamızı sevirik, atamızı sevirik. Bunu bizə məsələn süni şəkildə öyrətməyiblər ki, bu içimizdən, fitrətimizdən gələn bir şeydir da. Sən bir dostluğa qarşı səmimisənsə, bunu sən kimsə deməyib ki, filan kəsə səmimi ol, sənə bunu təlqin edib, öyrədib, sonra ona səmimi olmursan. Münasibət aranızda olan o münasibət, bütün o bariyerlər keçə bilmişsiniz, bir-birinizdən su istifadə yoxdur. Bir-birinizə dostluğunuz səmimi, ülvi hisslər üzərində qurulubdur. Allahla da insan gərək səmimiyyəti bu cür olsun. Əd-din ən-nəsihə. Həzrət Rasulullah buyurdu ki, din nəsihətdir. Nəsihət ərəb dilində bir də səmimi mənası var. Məsələn, tövbətən nəsuhə, səmimi tövbə. Din səmimiyyətdir, Peyğəmbər buyurdu. Dedi, ya Rasulallah, kimin üçün səmimi olmalıyıq? Dedi, lillahi və li rasulihi və lil mu'minin. Allaha, Rasuluna və möminlərə. Amma bu səmimiyyət nədən yaranır? Məhəbbətdən yaranır. Əgər ortada məhəbbət yoxdursa, ortada sevgi yoxdursa, səmimiyyət olmayacaq. Allaha məhəbbəti olmasa insanın, insan Allahına aşiq olmasa, Allahına qarşı ixlaslı ola bilməz, səmimi ola bilməz. Bəs bu məhəbbət necə yaranır insanda? Məhəbbət hardan formalaşır insanda? Mərifətdən, tanımadan. Əgər Allahı tanımasan, sevə bilməyəcəksin. Tanıdıqca sevəcəksən. Çünki tanıdıqca ondaki kamillikləri gördükcə, o cəmalı gördükcə, anladıqca, dərk etdikcə onu sevəcəksən. Sevdikcə ixlaslı olacaqsan. Əgər bir adamda riya varsa, demək Allaha sevgisi yoxdur. Allaha sevgisi yoxdursa, demək Allaha mərifəti yoxdur. Mərifət, məhəbbət, ondan sonra ixlas gəlib çıxır ortaya. Ona görə də İmam Həsən əleyhissalamdan nəql olunan bir hədisdə İmam Həsən əleyhissalam buyurur, mən arafə rabbəh fəqad əhəbbəh. Kim Rəbbini tanıyarsa onu sevər. Kim Allahı tanıyarsa onu sevər. Allah da onu tanıyanı sevir. Bunu da bilək. Yəni bu hədisi iki tərəfli başa düşmək olar. Bir budur ki, Allah insanı sevər. Bir də budur ki, insan Allahı sevər. Çünki insan Allahı tanıdı, ondaki o kamalatı, kamillikləri gördü, istər-istəməz sevəcək Allahı. Çünki fitrətən insan kamillikləri sevəndir, gözəllikləri sevəndir. Və ən əsas olan budur ki, Allah insanı sevsin. Bunun üçün Allahın sevdiyi kimi olmaq lazımdır. Əmir əl-Möminin əleyhissalamın münacatlarında da buyurur ki, İlahi kəfabi fəxrən ən əkunə ləkə abdə. İlahi, mənim üçün fəxirdir ki, mən sənə qul olam. Və kəfabi izzən ən təkunə li Rabbən. Mənim üçün izzətdir ki, sən mənim Rəbbim olasan. Mənim ağam, Rəbbim, sahibim sən olasan, bu mənim üçün izzətdir. Əntə kəmə uhibb və cəalni kəmə tuhibb. Sən mənim sevdiyim kimisən, məni sevdiyin kimi et. Məni sevdiyin kimi et. Ona görə də ixlas ilahi bir sirridir. Hədis-i Qudsidə deyilir bu barədə. Hədis-i Qudsidə buyurulur ki, əl-ixlasu sirrun min əsrari. Hədis-i Qudsi bilirsiniz, Allah adından olan kəlamlarda, amma Qurandan deyil. Allah buyurdu ki, əl-ixlas sirrun min əsrari. İxlas mənim sirrilərimdən bir sirridir. İstəvdə'tuhu qalbə mən əhbəbtə min ibadi. Bəndələrim içərisindən kimi sevmişəmsə, onun qəlbinə onu yerləşdirmişəm. İxlas Allahı sevən və Allahın sevdiyi bəndələrə məxsusdur. Məhəbbət yoxdursa, səmimiyyət əldə olunmayacaqdır. İxlasın mərhələləri var, dərəcələri var, mərtəbələri var. Birinci mərtəbə odur ki, ümumi ixlas, ümumi insanların ixlası, avam deyilir buna ki, nədir? Bu ixlasın lüğəti mənasını yerinə yetirməkdir ki, insan bütün dini işlərini, namazını, orucunu, dualarını, zikrini, Quran tilavətini, ibadətlərini insan neyniyə? Allah üçün yerinə yetirər. Çünki Quran'da buyurur, وَمَا أُمْرِ إِلَّا لِيَعْبُدُ اللّٰهَ مُخْلِسِنَ لَهُ الدِّينَ. İnsanlara əmr olmuşdur ki, dini Allah'a xalis edərək ibadət etsinlər. Bu birinci mərhələdir. Bundan yüksək mərhələ budur ki, insan bütün əməllərini ixlasla yerinə yetirər. Tək ibadətini deyil.
Hər şey Allah üçün ola həyatında. Qul inna salati və nusuki və məhyaya və məmati lillahi rabbil aləmin. Dey ya Rasulallah, mənim namazım da, ibadətlərim də, yuxum da, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. Bütün işlərin Allah üçün ola. Nəinki təkcə ibadətlərin. Bu ixlasın daha yüksək bir zirvəsidir. Hər şey insan Allah üçün eləyər. Yatmağın da Allah üçündür, yeməyin də Allah üçündür, geyimin də Allah üçündür. Ailə qurarsan, o da Allah üçündür. Övlad sahibi olarsan, o da Allah üçün ola. Çətin də asan məsələ deyil. Biz burada indi bunu danışırıq asan şəkildə, amma çox çətin bir məsələdir. Bundan da üstün məqam budur ki, insan ixlasının özündən xilas ola bilər. İxlasın özündən xilas olmaq bilsin nədir? İxlasın özündən xilas olmaq budur ki, sən özün ixlaslı olduğu görmürsən heç. Biz bəzən beləyik də bir iş görəndə heç kəs bilməsə də Allah bilir, biz bilirik, amma özümüz ona sevinirik. İçimizdə bir fərəh var, sevinç var ki, mən bunu Allah üçün eləmişəm. Amma deyir, heç bunu da görməkini, bunu da görməzdən gələ biləsən. Çünki burada bir əvəz tələb etmək var. Biz bu işi görürük, deyir ki, Allah bu işimizə savab verəcək. Əvəz ummaq var. Həqiqi ixlas deyir budur ki, İnsan əvəz tələb etməkdən də xilas ola bilər. Bundan da yüksək məqam budur ki, insan o məqama gələ çata ki, Allah onu özün üçün seçə, özü üçün xalis eləyə. Necə ki, Həzrət Musa əleyhissalam barəsində buyurdu ki, وَاسْتَنَعْتُكَ لِنَفْسِ ya Musa. Musa, ey Musa, səni özüm üçün düzəltmişəm. İstəna'a sözü ərəb dilində bir var xələqə yaratmaq, bir var istəna'a düzəltmək, formalaşdırmaq, yetişdirmək. Ey Musa deyir, səni özüm üçün yetişdirmişəm. Sən yəni mənim bir vəlim olasan, mənim bir xəlifəm olasan yer üzərində və işləri görəcəksən. Gələ insan o məqama çata ki, Allah onu özü üçün seçə. Onda insan olur muxləs. Bir var muxlis, bu ərəb dilində feil-i sifət, ismi faildir. Bir var muxləs, məf'ul. Muxlis budur ki, sən istəyirsən səmimi olasan, icra səndəndir, əməl səndəndir, sən burada səy eləyirsən, çalışırsan. Gəlirsən bu səy nəticəsində elə bir yerə çatırsan ki, artıq Allah səni seçir. Olursan muxləs. Quran-ı Kərimdə muxləslərin xüsusiyyətləri var. Qısa olaraq da inşallah onu qeyd eləyək, çünki bunu da deməsəm yarımçıq qalacaq da ki, muxləs bəndələr kimlərdir? Muxləs bəndələr, bax, o bəndələrdir ki, Allah bunu peyğəmbərlərinə nisbət verib. Bir çox peyğəmbərləri barəsində Allah Teala Quran-ı Kərimdə "İnnehu min ibadinal muxləsin", o bizim muxləs bəndələrimizdən deyə buyurub. 4 dənə əsas xüsusiyyəti var Quran-ı Kərimdə muxləs bəndələrin. Birincisi budur ki, şeytan onlara müdaxilə eləyə bilmir. Şeytanın gücü çatmır onlara müdaxilə eləsin. Şeytan özü bunu etiraf eləyir. Hicr surəsi 39-cu və 40-cı ayədə buyurur. İblis, şeytan dedi ki, "Qala Rabbi bima aghwaytani la uzayyinanna lahum fil ard və la ughwiyannahum ecmaîn." İlahi deyir, sən ki deyir məni bu cür sınağa çəkib məni azdırdın, məni sınağa çəkdin Adəmə səcdə ilə, mən də təkəbbürlük göstərdim. Mən deyir, yer üzərində sənin bu bəndələrin üçün pis əməlləri gözəl göstərəcəm. Onların hamısını azdıracam, illə ibadəkə minhumul muxləsin. Yalnız onların, sənin o muxləs bəndələrindən başqa. Yəni, muxləs bəndələrindən başqa hamısını azdıracam. Muxləsi azdıra bilmir. Özü də etiraf edir ki, mən bunu azdıra bilməyəcəm. İkincisi budur ki, muxləs bəndələr Allahı həqiqi tanıyan bəndələrdir. Biz nə qədər Allahı vəsf etsək də, Allahı tərifləsək də bizim tərifimiz, vəsfimiz nöqsanlıdır, qüsurludur. Allah bizim təriflərimizdən münəzzəhdir, daha ucadır. Quran-ı Kərimdə də Allah buyurur: "Subhanallahi amma yasifun." Onların vəsf etdiyindən Allah münəzzəhdir. Yəni bəndələrin vəsf etdiyindən Allah münəzzəhdir. İllə ibadullahil muxləsin. Allahın muxləs qullarından başqa. İllə ibadillahil muxləsin. Muxləs qulların vəsfindən Allah özü münəzzəh etmir. Çünki muxləslər Allahı həqiqi vəsf eləyənlərdir. Saffat surəsi 159-160-cı ayədir. Üçüncü xüsusiyyət, qiyamət günü hər kəs etdiyi əməlin ya cəzasını bulacaq, yaxşı əməl etmirsə savabını əldə eləyəcək. Allah hər şey üçün savab təyin eləyib də. Hədislərimizdə məsələn daha çox gəlib. Cənnətin təcri min təhtihəl ənhar, Quran-ı Kərimdə altından ırmaqlar, çaylar axan cənnətlər, filanlar. Amma muxləs bəndələrə verilən mükafat daha yüksəkdir. Nədir? Onların mükafatı ilə Allah Teala'nın özüdür. Quran bax,
Saffat surəsi 40-cı ayədə buyurur: "Və ma tuczavna illa ma kuntum ta'malun." Sizə etdiyiniz əməlin cəzası, mükafatı veriləcək. Sizə etdiyiniz əməllərin mükafatı veriləcək. Niyə? Çünki biz mükafat üçün o əməli eləmişik. İllə ibadillahil muxlasin. Allahın müxləs qullarından başqa. Allahın müxləs qulları fərqlidir. Onlar savab üçün əməl etməyiblər, əvəz üçün əməl etməyiblər. Tövbə surəsində Allah Teala cənnətin nemətlərini sayır. Sonra deyir: "Və ridvanun minallahi ekber." Allahdan olan razılıq daha böyükdür. Və sonuncu xüsusiyyəti də qeyd edeyim ki, yenə Saffat surəsində 127-128-ci ayədə müxləs qulların bir xüsusiyyəti də vəsf olunur. O da budur ki, müxləs qullar qiyamət günü sorğu-sual olunmayacaqlar. Məhşər ayağına çəkilməyəcəklər. Qiyamətin meydanında gözlədilməyəcəklər. Hədislərimizdə var ki, qiyamət günü mələklər görəcək bir dəstə insan sorğu-sualsız cənnətə daxil edildi. Deyəcək: "İlahi, bunlar kimlərdir ki, sən bunları sorğu-sualsız cənnətə daxil etdin?" Allah Teala buyuracaq ki, onlar o qullarımdır ki, yer üzərində, dünya həyatında özlərini sorğu-sual ediblər. Artıq onları sorğu-sual etməyə ehtiyac yoxdur. Müxləs bəndələr də bu cürdür. Quran buyurur: "Fəinnəhum ləmuhdarun." Onlar hamısı nə olacaq? Gətiriləcəklər, məhşər ayağına gətiriləcəklər. İllə ibadallahil muxlasin. Allahın müxləs qullarından başqa. Yəni müxləs qullar məhşər ayağına gətirilməyəcəklər. Allah Teala bizi ixlaslı qullarından qərar versin inşallah. Allah Teala bizi özü üçün tərbiyə etdiyi qullardan qərar versin inşallah. İbadət və itaatlərinizi, tutduğumuz borcları ali dərəcədə bizdən qəbul eləsin. Peyğəmbər və Ali Peyğəmbərin uca məqamına səlavat zikr edək. Allahümme salli ala Muhammed və Ali Muhammed və accil fərəcə.